Tembojon neçə müddətdir Azərbaycanda yaşayır? Hal-hazırda 6 aydır burdadır. Bəli, Hə, oktyabr ayından gəlib. Noyabrda xəbərlər çıxdı mətbuatda ki, siz ailə qurmusunuz, amma toy hələ olmayıb. Toy inşallah ki, avqust ayında olacaq. Buna biraz müddət lazım idi ki, planlaşdıraq və mənim də yarışlarım var deyə ona görə avqust ayını planlayırıq. Ailələr görüşüb sizin ailənizlə Tembojonun ailəsi? Video zəng olaraq WhatsApp-la danışıqlar olub. Məni çoxdandan tanıyırlar. Biz mənə TJ ilə ilk 5-4 ay tanışlığımız müddətində öz anası ilə tanış elədi. Anası da məni çox istəyir, bacısı da, bütün ailəsi ilə məni tanış elədi. Daha sonra artıq bura gələndə mənim atam və anam, bütün ailəm onun ailəsi ilə video zənglə tanış oldu. Amma inşallah ki, avqust ayında bacısı gələcək bizim toyumuza inşallah. Siz getmisiniz Cənubi Afrikaya, yoxsa sadəcə video zənglə sizdə? Yox, getməmişəm. Amma inşallah orada da ikinci, belə deyim, toy mərasimi planlayırıq ki, TJ-nin də ailəsi iştirak edə bilsin. Çünki uzaqdır yol və hamısı gələ bilmir onun ailəsinə. Deməli, Azərbaycandakı toy bizim, yəni Azərbaycan adətlərinə uyğun keçiriləcək və bir toyda əlavə olacaq, yəni oğlan toyu, belə deyək. Cənubi Afrikada toy olacaq. Bəli, düzdür.